Mən Kərimli Teymur Musaoğlu Dövlət Gömrük Komitəsində gömrük inspektoru vəzifəsində işləyirəm. Bura gəlinə qədər mənim bir müharibə yolum olub. İnanmayacaqsınız, amma əlilliyim də olub. ...2010-14-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr dərəcəsi üzrə bitirmişəm. Sonralar hərbi xidmətə yollanmışam. Hərbi xidmətimi Naxçıvan Muxtar Respublikasında en saylı hərbi hissədə keçmişəm. 2020-ci il sentyabrın 27-sində Ali Baş Komandanın əmrinə əsasən 44 günlük vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. 14 oktyabrda Xocavənd rayonu Hadrut qəsəbəsi yaxınlığında gedən döyüşlərdə ağır yaralanmışam, başımdan və qolumdan. Ayın 16-sında mən döyüş yoldaşlarım tərəfindən təxliyə olunaraq Füzuli rayonundakı diaqnostika mərkəzinə gətirilmişəm. Orada mənə ilk yardım olunduqdan sonra Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına göndərilmişəm. Uzun müayinələrdən sonra mənə Əmək və Ailə Sosial Müdafiə Nazirliyi tərəfindən əlillik təyin edilmişdir. Mən reabilitasiya mərkəzlərinə müraciət edərkən, yəni o xidmətlərdən faydalanarkən, faktiki olaraq mənim qol əzəllərimdə hipotrofiya, qol əzəllərimdə ümumi zəiflik, miyostimulyasiya, barmaqlarım və biləyimin ümumiyyətlə eksternal funksiyalarının işləməməyi, oynaq bucaqlarımın hərəkətsizliyi kimi problemlərlə müraciət eləmişdim. Və reabilitasiyadan sonra özümdə irəliləyiş gördüm və təkcə fiziki sağlamlığım yox, həm də reabilitasiya mərkəzlərində insanın mənəvi, psixoloji sağlamlığına da bir növ müsbət təsir göstərir və həqiqətən də bu xidmətlər üçün hər birinizə minnətdaram. İstəyirəm hamı bilsin ki, mənə əlillik yox, sağlam həyata yenidən davam etmək lazımdır.